Nə buyurursunuz? Səbr elə, əyləş. Yadındadırmı Sara, 7 il bundan qabaq mən səni o zalim Günterin fermasından bura nə halda alıb gətirmişdim? Aç, ayağı yalın, demək olar ki, laf ölü halında. Mən bunu heç zaman unutmaram canım. O zaman səni ya Günterin fermasında ölüm, ya da ki, əgər Sovet idarələri geri qaytara bilseydi, Sibir gözləyirdi. Bu da ki, ölümə bərabərdir. Bəli. O zaman səni köhnə Almaniyanın gözəl bir guşəsini xatırladan, namus, həqiqət və insanlara hüsn-i rəğbət guşəsini xatırladan bu fermama mən gətirdim. Mən bunu heç vaxt unutmuram cənab. Unutsam da qoluma baxan kimi yadıma düşür. Mən uşaq vaxtımdan kimsəsiz qalmışam. Çox əzab zülm çəkmişəm. Lakin yalnız sizdən... Xoş rəftar, mərhəmət, nəvaziş görmüsən, özünə doğma yurt tapmısan, 2 rəhmdil qocaya rast gəlmisən. Onlar müharibədə oğullarını itirib, indi sənə doğma qızları kimi baxırlar. Siz bunları mənə niyə deyirsiniz? Mən ki unutmamışam. Unutmuşsan, dünən Marta bu sandıqdan balaca bir boğça tapıb. İçində bir tay uşaq çəkməsi, bir də qırmızı qan. Mənim şeylərimdir. Mən bilmirdim ki, bu sizə xoş gəlməz. Uşaqlıq devrimdən, o həyatımdan yalnız bunlar qalmışdır. Mən siyasətdən uzaq adamam. Məni heç bu qalıslığın rəngi də qorxutmur. Al. Dayan, bu hələ hamısı deyil. Bəs sandıqda tapılan bu antiqa şeyə nə sözün ola bilər? Hə? Bu isə anamdan qalmış yeganə yadgardır. Özü qulaqlarımı deşib bu sırğanı taxmışdı. Onları min əzabla saxlaya bilmişəm. Saçlarımın, paltarımın içində gizlətmişəm. Torpağa bastırmışam. Bahalı şeydir. Zərgərə göstərmişəm. Deyir, daşları saxta deyil. Atamın anama verdiyi toy hədiyəsidir. O sırğaların qiymətinin mənim üçün əhəmiyyəti yoxdur. Bunlar mənim üçün misilsizdir. Sən sırğaları gərək bizə verəydin. Sizə? Əlbəttə. De görüm kim sənə otaq, paltar, yemək verib? Bəs mənim gördüyüm iş, bütün günü alma ağaclarını dərmanlamışam. Alma ağaclarını dərmanlamaq üçün köpük quruş verirlər. Mən isə sənə, bax, burada hamısını yazmışam. Deyən görüm, yemək pulu, paltar pulu, bayram hədiyyələri vermişəm. Bunların hamısı qoca qurtsun yadındadır. Görünür siz bütün illər boyu mənə qarşı qayğı, nəvaziş, mərhəmətinizin bahasını hesabla bir-bir yazırsınız. Hə? Mən namuslu adamam, Sara. Gedək. Özüm sürəcəyəm, Marta. Hesab eləmişəm. Ucuz başa gəlir. Dərman səfəriyyə başındır. Lap təzə yad olub. Dəstəyi basmaqla hərəkət edir, bildin? Hans! Bunu sürməyə nə var ki? Sabahdan alma ağaclarını özüm dərmanlayacağım. Məni qovursunuz? Niyə? Kurt Günter deyil. Sən toyuq hinlərini təmizləyərsən. Necə? Toyuq hinlərini? Bəli. Elə deyil. Əgər mən haqlı deyiləm... Alınız, hamısını alınız. Bunlar
götürün. Mənə heç bir şey lazım deyil. Niyə? Məgər mən sənə bir pislik eləmişəm? Sırqaları ancaq özün gərək bizə verəydin. Bundan pis daha nə ola bilər? Ürəyimə dağ çəkmisiniz. Bunu da alın. İndi deyin görüm kim kimə borcludur. Deyəsən siz mənə. Deyəsən mən sizə biraz... Biraz.